Salam əziz şagirdlər, tarix fənni üzrə 2026-cı il model suallar nəşr olunub. Gəlin həmin suallara baxaq. Birinci sual Səfəvilər dövləti haqqındadır. Uyğunluğu müəyyən edin. Səfəvilər dövlətinin qələbə qazandığı döyüşlər 16-cı əsrin birinci yarısında və 16-cı əsrin ikinci yarısında. Yəni 1501-dən 1550-yə kimi, 1551-dən 1600-ə kimi olan dövrü bizdən istəyir. Öncə bu şəkildə yazırıq özümüz üçün aydınlaşdırmaq üçün. Daha sonra döyüşlərə baxmalıyıq. Bu döyüşlər Səfəvilər dövlətinə aid olmalıdır. Bu aralığa düşməlidir və qələbə ilə bitməlidir. Mərv döyüşü 1510 şərtimizi ödəyir. Düzdür. Cabanı 1500-cü ildə bu Səfəvilər dövlətinə yox, Ərdəbil hakimliyinə aiddir. B. Səhvdir. Həmədan döyüşü 1535 Şah Təhmasibin dövründə. Bəli. C-də uyğun olacaq. Deməli 1-ə AC olacaq. Doğru cavabımız da çıxır. 2-yə təkcə C olacaq. Molla Həsən döyüşü 1578-ci ildə Səfəvilər qələbə qazanmışdı. Çıldır bu dövrə düşsə də Səfəvilər məğlub olub Osmanlı dövlətinə. Sınıq körpü döyüşündə Səfəvilər qələbə qazansa da 17-ci əsrin birinci yarısına aiddir. İkinci suala baxaq. O hakimiyyətdə olduğu 8 il müddətdə əsasən qonşuluqdakı dövlətlərlə mübarizə aparmışdır. Sonralar Məmlüklər sultanlığına son qoyaraq özünü İslam dünyasının xəlifəsi elan etmişdi. Əsas hücum hədəfi türk müsəlman dövlətləri olmuşdu. Təbii ki, burada bir neçə şərt var ki, 8 illik hakimiyyət dövrü, Məmlüklər dövlətinə son qoyması, İslam xəlifəsi, bunlar artıq bizi aparır Sultan Səlimə çıxardır. Sultan Səlim 1512-1520-ci illərdə hakimiyyətdə olub 8 il. Sultan Səlimdən fərqli olaraq Sultan Süleymana aid olan xüsusiyyəti istəyir bizdən. Viyana şəhərinin mühasirəyə alınması, bəli, 1529-cu ildə düzdür. Bu Sultan Süleymana aiddir. Deməli, 1 düzdür. O zaman B bəndi, D bəndi və Y bəndi səhvdir. Habsburqlara qarşı Fransa ilə ittifaq qurmuşdu. Bəli, Sultan Süleyman 1535-ci ildə belə bir müqavilə imzalamışdı Fransa ilə. Deməli, 1-2 doğru olacaq. Avropa dövlətlərlə sülh bağlaması hər ikisinə aiddir. Səfəvilərlə müharibədə hər ikisinə aiddir. Həmçinin Afrikada ərazilər tutması hər ikisinə aiddir. Hadisə nəticə əlaqələrin uyğunluğunu müəyyən edin. Qəsdi-Şirin müqaviləsi Ərəb-İraqı Səfəvilərdə qaldı. Ümumiyyətlə, Səfəvi və Osmanlı arasında imzalanmış müqavilələrdə Ərəb-İraqı həmişə Osmanlı tərkibində qalıb. A səhvdir. Şah Sultan Hüseynin vergi siyasəti Cəlalilər hərəkatına səbəb oldu. Xeyr. Cəlalilər hərəkatı Osmanlıya qarşı baş vermişdi. Şah 1-ci Abbas Süfyan döyüşündə qələbə qazandı. Mərən sülhü imzalandı. Xeyr. Şah Abbasın qazandığı qələbələr və daha sonra Azərbaycan torpaqlarına geri qaytarması 2-ci İstanbul sülhü ilə nəticələndi. Şah 2-ci Abbasın sosial-iqtisadi tədbirlər həyata keçirməsi, sənətkarların dövlətə vergi borclarının ləğv olunması, bəli, düzdür. Şah taxta çıxan kimi belə bir addım atmışdı. Kirmanşah müqaviləsi də ruslarla yox, Osmanlılarla imzalanıb və burada hansı bir ticari imtiyazdan bəhs olunmurdu. Azərbaycan tarixinin 5 və 9-cu əsrlərinə aid oxşar cəhəti istəyir. İqta torpaqları bilirik ki, İqta ərəblərlə bağlıdır. Ərəb dövləti də 7-ci əsrdə yaranıb, deməli səhvdir. Azadlıq hərəkatının baş verməsi ola bilər. Məsəl üçün, bu dövrdə 5-ci əsrdə Məzdəklər hərəkatı baş vermişdi. 5-6-cı əsrlər. 9-cu əsrdə də Azərbaycanda məsəl üçün Xürrəmlər üsyanını götürə bilərik. Deməli, B doğru cavabımız olacaq. Xərac yenə ərəblərə aiddir, 5-ci əsrdə yoxdur. Gəncə şəhəri paytaxtı olub Şəddadilər dövlətinin 10-cu əsrdə səhvdir. Slavyan yürüşləri 9-cu əsrdən başlayır, 5-ci əsrə aid deyil. 5-ci suala baxaq. Cədvələ əsasən doğru bəndləri müəyyən edin. Cəlalilər dövlətindən fərqli olaraq Qaraqoyunlu dövləti, Ağqoyunlu dövlətindən fərqli olaraq Səfəvi dövləti. Burada gördüyümüz kimi söhbət Qaraqoyunlu dövləti, Ağqoyunlu dövləti və Səfəvi dövlətindən gedir. Bu mövzularda təbii ki, diqqətli olmalıyıq bu məsələlərdə. Şirvanşahlar özünə tabi etmişdi. Bu hər ikisinə aiddir. Bizdən fərqli cəhət istəyir, fərqli olaraq. Deməli, A səhvdir. Deməli, D bəndi və C bəndi səhvdir. Əmir Teymurla Bağdad döyüşü baş verəndə Qaraqoyun dövləti yaranmamışdı. Həm də orada zaten Qaraqoyunlar və Cəlalilər birlikdə mübarizə aparırdılar Teymura qarşı. Deməli, B də səhvdir.
Həsən bəy Bayandurlu ilə mübarizədə məğlub olmuşdu. Bəli, Həsən bəy Bayandura 1467-də Muş döyüşündə məğlub oldu və 1468-də ümumiyyətlə süqut etdi, məğlub oldu və süqut etdi. Ağqoyun dövlətindən fərqli olaraq Səfəvilər dövləti Şərqi Gürcüstanı özünə tabe etmişdi. Bu oxşar cəhətdir. Kəsranilərin yox, Səfəvilər Dərbəndlərin hakimiyyətinə son qoyub, o yüzden B də səhvdir. Böyük Moğol dövləti ilə dostluq əlaqəsi saxlaması, bəli, bu Səfəvilər dövlətinə aiddir. Deməli, 1-ə də C olacaq, 2-yə də C olacaq. Doğru cavabımız A bəndi. Uyğunluğu müəyyən edin. Miqyazlar, şumerlər düzdür. Deməli, 1 düzdürsə, avtomatik C bəndi və D bəndi səhvdir. Siz də yəni belə əmin olduğunuz variantlarda mütləq çıxdaş edin ki, növbəti variantlar tapmaq siz üçün daha asan olsun. İlk Olimpiya oyunlarını Romalılar yox, Yunanlılar keçirib. Deməli, 2 də səhvdir, 2 səhvdir. 1-4 artıq avtomatik bizdə düz olur. Onluq hesablama sistemi Misirlərə aiddir. Hieroglif yazı Hindlərə aid deyil. Hindlərin öz yazısı olmuşdur. İlk tragediya da Yunanlılara aiddir. Deməli, doğru cavabımız 1-4-5 A bəndi olacaq. Xəzər xaqanlığı Şirvanşahlar və Salarilər dövlətinin oxşar cəhətlərini müəyyən edin. Erkən orta əsrlərdə meydana gəlib. Şərqdə erkən orta əsrlər bilirik ki 3-11-ci əsrlərdir. Xəzər xaqanlığı 7-ci əsrin ortalarında yaranıb düşür bu aralığa. Şirvanşahlar 9-cu əsrdə yaranıb düşür bu aralığa. Salarilər 10-cu əsrdə yaranıb, onlar da bu aralığa düşür. Deməli 1 düzdür. Deməli B, C və D səhvdir. Azərbaycan ərazisində yaranıb, bu Xəzərlərə aid deyil. Deməli 2 səhvdir. Slavyanlarla mübarizə baxırıq. Xəzərlər, Şirvanşahlar və Salarilər hər üçü Slavyanlarla mübarizə aparıb. Məsəl üçün Bərdə faciəsi, Şirvanşahlar birinci dəfə Slavyanların yürüşünə məruz qalıb. Xəzər xaqanlığı zaten Slavyanlar tərəfindən süquta uğradılıb. Deməli 1-3 doğru cavabımız olacaq. 10-cu əsrdə süqut etməsi Şirvanşahlar ümumiyyətlə bu Salarilərlə Xəzərlərə aiddir, amma Şirvanşahlar 16-cı əsrdə süqut edib. Abbasilərin xilafətinin parçalanması nəticəsində yaranması da Şirvanşahlar və Salarilərə aid olsa da Xəzər xaqanlığına aid deyil. 19-cu əsrdə Şimali və Cənubi Azərbaycanın mədəniyyət sahəsinə aid ümumi cəhətdir. Qəza məktəblərinin açılması bilirsiniz, qəza məktəbi ancaq Şimali Azərbaycana aiddir. Bizdən oxşar cəhət istəyir. İlk teatr binası Şimalda 1883-dür, 19-cu əsrdir, amma Cənubi Azərbaycanda 1916-cı il olduğu üçün bu 20-ci əsrə düşür, səhvdir. Usuli cədid məktəbləri, bəli, 19-cu əsrin ikinci yarısından 1869-cu ildən yaradılmağa başlandı və Cənubi Azərbaycanda da Təbriz şəhərində yaradılmışdı. C oxşar olacaq. İlk bəddi filmin çəkilməsi Şimali Azərbaycanda 20-ci əsrin əvvəllərinə aiddir. Satirik mətbuat 20-ci əsrin əvvəllərinə aiddir. Doğru cavabımız C bəndi olacaq. Xəritədə işarələnmiş xanlıqların heç birinə aid olmayan xüsusiyyət. Baxırıq, 1-də Urmiya xanlığı verilib, 2-də Qarabağ xanlığı, 3-də Şamaxı xanlığı, 4-də Şəki, 5-də Gəncə xanlığı verilib. Bir müddət 2 hakimiyyətli olub Gəncədə və Şamaxıda. Deməli A aiddir 2 xanlığa. Bayat savaşında iştirak edib, məsələn Qarabağ iştirak edib, sonra Şəki iştirak edib Bayat savaşında. Sonra Ağa Məhəmməd Xan Qacarın yürüşünə məruz qalması Azərbaycanda, məsəl üçün Qarabağ xanlığı Ağa Məhəmməd Xan Qacarın yürüşünə məruz qalıb yenə götürə bilərik. Daha sonra Gavdışan döyüşündə məğlub olması Quba xanlığına aiddir, amma Quba xanlığına aid burada xüsusiyyəti yoxdur. Kərim xan Zəndlə mübarizə aparması, Kərim xan Zənd Urmiya xanlığı ilə mübarizə aparıb, bir də aiddir. Deməli, burada Quba xanlığına aid Gavdışan döyüşündə məğlub olması, burada belə bir məlumat yoxdur. Doğru cavabımız D bəndi olacaq. 10-cu sual. ABŞ prezidentlərinin hakimiyyət dövrləri Harding, Coolidge və Reagan. Çinin suverenliyi və ərazi bütövlüyü təsdiqləndi Washington konfransında. Həmin dövrdə də hakimiyyətdə Harding idi. Deməli, 1-ə A olacaq. Deməli, C bəndi və Y bəndi səhvdir. Dövlətin iqtisadiyyata müdaxiləsini azaltdı. Biz bilirik ki, ABŞ-da respublikaçı prezidentlərin dövründə belə bir addım atılıb. Və baxırıq, Harding, Coolidge və Reagan hər üçü Respublikaçılar partiyasının nümayəndəsidir. Deməli, bu üçü üçün də oxşar olacaq. B bəndi oxşar olacaq.
4-ə B aiddir. Deməli A bəndi də səhvdir. Şərqi Asiyadan mühacirət axınına qadağa qoydu. Bu Kuliçə aiddir. Deməli 2-yə C-dir. Almaniya ilə sülh müqaviləsi bağlaması bu Hardinqə aiddir. SSR ilə diplomatik əlaqələr saxlanılırdı. Bu isə Reagan dövründə olmuşdu. Deməli 1-ə A, D, 2-yə C, 3-ə Y, xoşar cəhddə B olacaq. Daha sonra Elxanilər dövlətinin hökmdarlarının fəaliyyətinə aid uyğunluğu müəyyən edin. Hülakü xan, Qazan xan, Əbu Səid. Sultaniyə və Naxçıvanda baş verən qiyamları yatıraraq Bahadır ləqəbi almışdı. Bu Əbu Səidə aiddir. Qızıl Ordu dövləti ilə ilk toqquşmalar başlanılıb Hülakü xanın dövründə. Məsləhətçisi Nəsrəddin Tusi idi Hülakü xanın. Şirvanşah hökmdarı 3-cü Fəri Burcu tabe etdi. Bu ümumiyyətlə heç birinə aid deyil. D ümumiyyətlə yanlışdır. Belə olduğu zaman, məsəl üçün D-ləri çıxa bilərik. O zaman bir neçə variantımız gedir. Daha sonra 13-cü əsrin sonlarında hakimiyyətdə gəlib, bu da Qazan xana aiddir. Deməli 1-ə B-ci oldu, 2-yə Y oldu, 3-ə də A, doğru cavabımız A bəndidir. Daha sonra xəritədə göstərilmiş, ulduzla göstərilmiş dövlət 1-ci Dünya müharibəsi dövründə. Ulduzla baxırıq göstərilən dövlət İngiltərədir. Bizdən İngiltərənin 1-ci Dünya müharibəsi dövründə, yəni 1914-1918-ci illərini soruşur. Osmanlı qoşunları tərəfindən məğlub edilmişdir. Bəli, məsələn Çanaqqala döyüşü, Kütüləmərə döyüşü biri götürə bilərik. Versal müqaviləsini imzalamışdır. Bu yanlışdır ümumiyyətlə. 2-nə çıxırıq. Ərəb tayfalarına müstəqillik vəd etmişdir. Bəli, Osmanlıya qarşı onları üsyana sövq edirdi. Düzdür. 1-3 deməli doğru cavabımız çıxır. Kimyəvi silahdan, yəni zəhərli xlor qazdan istifadə edən ilk dövlət Almaniya olub. Səhvdir. Dördlər ittifaqı yox, Antanta tərəfindən döyüşürdü. 5 də səhvdir. Hadisə, nəticə. Ərəblərin Şərqi Avropa yürüşlərinin qarşısını Xəzərlər alıb. Xəzər xaqanlığı ilə xilafət arasında baş verən döyüşlər. Deməli 1-ə A olacaq. Talas döyüşünün baş verməsi ümumiyyətlə buna aid deyil. Oğuz Səlcuq tayfalarının Xorasanda məskunlaşması aid deyil. Maniçiliyin qəbul edilməsi. 2-də qeyd olunur, Uyğur türklərinin döyüş ruhunu aşağı düşməyə başlandı. Bu da maniçiliyin qəbulu ilə bağlı idi. Deməli 1-ə A, 2-yə D olacaq. C bəndi doğru cavabımız olacaq. Eramızdan əvvəl, qədim şərq dövlətləri eramızdan əvvəl 3-cü əsrdə vahid dövlətdə birləşmişdi. Eramızdan əvvəl 1-ci əsrdə 2 hissəyə parçalanmışdı. 3-cü əsrdə şərqdə vahid halda birləşib Misir səhvdir, Akkad səhvdir, Böyük Hun düzdür, Misir səhvdir, Çin düzdür. Deməli, baxırıq ikincisinə. 1-ci əsrdə 2 hissəyə parçalanmışdı. Bu Böyük Hunlar olub eramızdan əvvəl 58-ci ildə. Deməli, C də səhvdir, doğru cavabımız Y bəndi olacaq. Çin və Böyük Hun dövləti. 15-ci suala baxaq. Azərbaycan Respublikası 20-ci əsrin 90-cı illərində daxili iqtisadi tədbirlər, xarici siyasi tədbirlər. Birincisində bizdən daxili və iqtisadi tədbirlər istəyir. Baxaq. Dövlət neft fondunun yaradılması 1999, deməli 1-ə A-nı götürə biləcəyik. Həm də bizdən 20-ci əsrin sırf 90-cı illərini istəyir. Deməli 1-ə A olduğu zaman B bəndi və Y bəndi səhvdir. Kütləvi informasiya vasitələri üzərindən senzuranın ləğv olunması bu 1998-ci ilə aiddir, amma iqtisadi hadisə deyil. Ona görə B səhvdir. Ələt Azad Ticarət Zonasında liman kompleksinin tikilməsi 2018-ci ildə, bu da 21-ci əsrə aiddir. Deməli C də səhvdir. 2-yə baxaq. Xarici siyasi tədbir. Həm xarici olmalıdır, həm də siyasi olmalıdır. Paris Xartiyasının prinsiplərinin qəbul olunması Heydər Əliyevin dövründə 1993. Deməli düzdür. Daha sonra Konstitusiya Məhkəməsi daxili siyasətdir 1998-ci il. Türkiyə ilə əməkdaşlıq və dostluq haqqında müqavilə bəli 1994. Həm xarici tədbirdir, həm də siyasi tədbirdir. 1A, 2A C olacaq, 1-ə də A olacaq C bəndi. 16-cı sual. 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda siyasi yenilikdir. Burada önəmli məsələ siyasi yenilik istəyir bizdən. Diqqətli olmalıyıq. Təbriz şəhəri Şimali Azərbaycana aid deyil.
İrəvan şəhərində özünə idarə hüququ verməsi, şəhər islahatı 1878-19-cu əsrdir. Şollar su kəməri 1917 olsa da siyasi deyil. Gəncədə İlk Milli Partiya 1905-ci il, Qeyrət Partiyası, bəli, bunu götürə bilərik. Müəllimlər Qurultayı da 1906-cı il olsa da siyasi yox, mədəni tədbirdir. Xəritədə əksini tapmışdı, biraz xəritə ola bilər yaxşı düşməyib, amma burada baxırıq ki, proseslər gedir Qüds ətrafında, Konstantinopol ətrafında və bu xəritə bizə nəyi göstərir? Xaslı yürüşlərini. 11-13-cü əsrlər xaslı yürüşlərini. D bəndi doğru cavabımız olacaq. 18-ci sual. Şimali Azərbaycanda komendant idarəçiliyi və Qafqaz canişinliyi dövrünə aiddir. Komendant idarəçiliyi nə zaman yaranıb? 1804-dən 1840-a qədər. Daha sonra da 1844-dən Qafqaz canişinliyi yaradıldı. 1883-ə qədər birinci mərhələsi. Quberniya və Qəza 1840-dan olub, komendant idarəçiliyi dövründə aid deyil, yəni komendant idarəçiliyi ləğv edildikdən sonra yaradılıb. Çarizmə qarşı üsyanlar, bəli, baxırıq 30-cu illərdəki üsyanlar və 63-cü ildə, 60-cı illərdə Zaqataldakı üsyanı götürə bilərik. Mülkədar tabilisi oldu kəndlilər 1846-cı ildə, bu dövrdə yox idi komendant idarəçiliyi. Partiya və təşkilatların yaranması ümumiyyətlə 20-ci əsrin əvvəllərinə aiddir. Komendant idarəçiliyi yox idi. Kəndlərin hərbi vergi verməsi 1887-dədir. 87-ci ildən başlayıb, bu da ki, yenə komendant idarəçiliyi dövrünə düşmür. Arat da Lullubiv dövlət qurumlarından fərqli olaraq Kuti dövlət qurumuna aiddir. Hər üçü Ürümqi ətrafında yaranıb, hər üçü 3-cü minillikdə yaranıb. Amma Akkadları biz bilirik ki, Kutilər süquta uğradıb. Bu, Arat və Lullubiyə aid deyil. Heç biri Manna ilə əlaqə qurmayıb təbii ki. Atabəylər dövlətinin hökmdarlarının fəaliyyətinə aid uyğunluğu müəyyən edin. Şəmsəddin Eldənizdən fərqli olaraq Pəhləvan, Qızıl Arslan, Əbubəkir və Özbək. Pəhləvan paytaxtı yeni şəhərə köçürüb. Bəli, düzdür. Paytaxtı Həmədana köçürmüşdü, amma Eldəniz paytaxtı dəyişməyib. Qızıl Arslan Şirvanşahları tabe edib, amma Eldəniz də tabe edib. Birinci Eldəniz tabe etmişdi Axistanı, daha sonra Qızıl Arslan. Əbubəkir Gürcülərə qarşı mübarizə aparıb, bu Eldənizə də aiddir, oxşar cəhətdir. Özbək Gürcü çarı ilə hərbi ittifaq bağlayıb, bəli, Monqollara qarşı ittifaq bağlamışdı, amma Eldəniz belə bir addım atmayıb. 1-4 doğru cavabımız Y bəndi olacaq. Osmanlı hökmdarları 1-ci Mahmud və 3-cü Səlimə aid oxşar cəhət hərbi quruculuq tədbirləri görmüşdü, bəli, bu ikisinə də aiddir. Avstriya ilə sülh müqaviləsi imzalanması yenə də bu ikisinə aid xüsusiyyətdir. Hər ikisi Avstriya ilə mübarizə aparıb. Səfəvilər dövləti ilə müharibə aparılması, bu dövrdə artıq Səfəvilər mövcud deyildi. 1-ci Mahmud 1730-cu ildə gəlib hakimiyyətə. Təbriz şəhərinin tutulması da səhvdir. Əfşarlar İmperiyası ilə müqavilə imzalanması yenə Mahmuda aid olsa da 3-cü Səlimə aid deyil. Xəritədə rəqəmlə verilmiş şəhərlərin 7-ci əsr tarixini istəyir. Baxırıq, ən ucqar nöqtədə Dərbənddir 2-də, burada da Ərdəbil şəhəri verilib 1-də. Bunlar üçün 7-ci əsrə aid oxşar cəhət nə ola bilər? Dərbəndlə Ərdəbilə aid. Rəşdi xəlifələr dövründə tabe edilmişdi. Elə ola bilər, götürə bilərik. 643-cü ildə xəlifələr dövründə Dərbəndi də Ərdəbildə tabe etmişdilər. İsfəndiyar ibn Fərruxzad və Şəhriyarı məğlub etdikdən sonra. Elə A bəndi doğru cavabımız olacaq. Orta daş dövründə insanlar. Orta daş dövrü yəni mezolit. Qəbilə halında yaşayırlar. Bəli, artıq qəbilə edilməsi yaranmışdı. Ox və kaman kəşf olunmuşdu deyə heyvanları uzaq məsafədən ovlayırdılar. Oturaq həyat tərzi neolitə aiddir, səhvdir, ibtidai maldarlıq. Bəli, bu dövrdə yaranıb. İri tayfa ittifaqları da Tunc dövründə yarandığı üçün səhvdir. Deməli, 1, 2, 4 olacaq. Əkbər Şaha aiddir. Monqollara qarşı mübarizə aparmayıb. Monqol xaqanlığı çoxdan süqut etmişdi. Səfəvi və Osmanlılarla diplomatik əlaqələr qurub, düzdür. Hindilərlə müsəlmanların hüquq bərabərliyini təmin edib. Bəli, düzdür. Vergi toplanması işini zəmindarlara tapşırıb, bu səhvdir. Zəmindarlar Dehli Sultanlığında xidmət müqabilində torpaq alan türk sərkərdələri idi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə aid olanları müəyyən edin. Sovet Rusiyası ilə hərbi paktın bağlanması. Ümumiyyətlə, AXC ilə Rusiya arasında hər hansı bir əlaqə olmayıb. Yəni bir müqavilə imzalanmayıb. İtaliya hökuməti ilə ordunun təsis olunmasına dair saziş bağlanılıb, düzdür. Bizdən həm də xarici siyasət istəyir, buna diqqətli olmalıyıq.
Birinci Ümumİttifaq Türkoloji Qurultayının çağırılması bu Azərbaycan SSR-yə aiddir 1926-cı il. Milli hökumət, bunu həmişə qeyd edirik əslində şagirdlərə, Cənubi Azərbaycanda bu dövrdə milli hökumət yaradılıb 1920-ci ildə. İyun ayında yaradılıb, 23 iyunda. O dövrdə artıq AXC yox idi, süqut etmişdi. Tiflisdə səfirliyin fəaliyyət göstərməsi bəli, düzdür. 2, 5 doğru cavabımız olacaq. Xronoloji ardıcıllıq Türkiyənin NATOya daxil olması 1952. Avropa İqtisadi Birliğinin yaranması 1957. Camp David sazişi 1978. Çinin BMT-yə qoşulması 1971. Deməli olacaq 1, 2, 4, 3. Azərbaycan SSR-də hərbi kommunizm, yeni iqtisadi siyasət, kənd təsərrüfatında elliklə kollektivləşdirmə. Ticarət azadlığı qadağan olunub kommunizm dövründə. 1-ə A olacaq. Neft sənayesi yenidən qurulub İS dövründə. 2-yə B olacaq. Qalakənd çay üzərində su elektrik stansiyası bu Çar Rusiyası dövrünə aiddir 20-ci əsrin əvvəllərinə. 20-ci əsrin 20-ci illərin sonlarında başlayıb 1929-cu ildən kollektivləşdirmə. Kəndlilərdən ərzaq vergisi yığılıb, ərzaq vergisi İS dövrünə aiddir. 2-yə də Y olacaq. 1A, 2B, 3. Situasiya sualına baxaq. Situasiya sualında söhbət Vətən müharibəsindən gedir. Burada Ceyhun Bayramovun, Azərbaycan Xarici İşlər Nazirinin İctimai TV-yə verdiyi müsahibədən bir hissə yerləşdirilib. Birinci hissədə qeyd olunur ki, iyul ayı 2020-ci il Ceyhun Bayramov nazir təyin olunur və bu döyüşlərin baş verdiyi ərəfədə rəsmi rəvan davranışı necə idi? Və burada 28-ci sualda sual bizə ünvanlanır ki, birinci hissədə bəhs edilən döyüşlərin tariximizə hansı adla daxil olduğunu yazın. İyul ayı 2020-ci ildə hansı döyüşlər baş verib? Tovuz döyüşləri. Deməli, burada söhbət Tovuz döyüşlərindən gedir. Daha sonra birinci hissənin sonunda bəhs edilən kəskin mövqe dəyişikliyini göstərən davranışlardan birini yazın. Nədir burada söhbət, nədən gedir davamında? Deməli, burada biz mətni oxuduğumuz zaman görürük ki, söhbət cənab prezidentlə Paşinyan arasında ilk təmasdan gedir ki, burada kifayət qədər bizim danışıqların müsbət sonluqla bitəcəyinə dair inamımız yüksək idi. Bilirik ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə bu bizdə də bir inam yaratdı ki, danışıqlar prosesində irəliləyiş olacaq. Amma və həmçinin Ermənistanın baş naziri də bilirik ki, danışıqlar üçün müəyyən qədər vaxt istəmişdi. Amma buna baxmayaraq zaman keçdikcə Nikol Paşinyan öz mövqeyini tam dəyişdi. Bunu bizə göstərən səbəblər nədir davranışlar? Məsələn, Ermənistanın Müdafiə Nazirinin ABŞ-da erməni lobbisi önündə çıxışı zamanı yeni ərazilər üçün yeni müharibə şüarını irəli sürməsi, Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, antiçmə mərasimində iştirak etməsi, Qarabağ Ermənistandır və nöqtə ifadəsini səsləndirməsi və s. kimi burada arqumentlər yaza bilərik. 29-cu suala. Daha sonra 30-cu sualda isə bizdə ikinci hissədə altından xətt çəkilmiş ifadələrin birbaşa aid olduğu üç tərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərdən ikisini yazın. İkinci hissədə altından xətt çəkilmiş hadisələr nədir? Söhbət burada gedir kapitulyasiya haqqından, yəni 10 noyabr bəyanatından altından xətt çəkilib 3 rayonla bağlı konkret olaraq çıxma tarixləri. 3 rayon hansı idi? Ağdam, Kəlbəcər və Laçın. Və həmçinin bunları nə zaman qaytarılmalı idi bizə? Məsəl üçün Ağdam 20 noyabra kimi, Kəlbəcər 15 noyabra kimi, Laçın 1 dekabra kimi bəyanatda belə qeyd olunmuşdu. Amma sonradan onlar vaxt istədi deyə biz Kəlbəcəri 10 gün gec təhvil aldıq. Yəni 15 noyabr yox, 25 noyabrda. Həmçinin digər bir xətt çəkilmiş hadisə nədir? Burada qeyd olunur ki, erməni silahlı qüvvələri yəni erməni silahlı qüvvələrlə bağlı qeyd olunmuşdu bəyanatda ki, Rusiya sülh məramlı qüvvələri Dağlıq Qarabağa yerləşdirməklə bərabər erməni silahlı qüvvələri bu ərazini tərk edir. Yəni paralel şəkildə. Amma onlar buna nə edilər? Tam əməl etmədilər. Bu da 2020-23-cü illərdə bizim üçün ciddi arqumentə çevrildi, deyir Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov. Məhz bunları qeyd edə bilərik. Belə şagirdlər, deməli, 2026-cı il model suallara baxdıq tarix fənni üzrə.
əlavə qeydlərinizi, rəylərinizi yaza bilərsiniz. Sağ olun, sağlıqla qalın.